Ölmək var, dönmək yoxdur. Bu dövrə gəlib çatmışıq ki, Hamadada ad yazdırmaq üçün növbədə gözləyirik. Emanuel kralın tacıdır, satırlar burada. Gördüyünüz kimi 5 evro. Şəkillərimi yarıda bilmir, gedir cəmaata şəkillərini çəkir. Xahiş ediblər də, nə qayırım? İtaliya səfərimiz başladı və həmişə Laləni görməyə öyrəşmisiniz. Bu dəfə Ramizdən gəlirik. Canım həyat yoldaşım. Gəldik otelə, bagajlarımızı hələlik qoyduq. Otaq saat 12 falan hazır olacaq. Gedirik indi şəhəri kəşf eləməyə. Mərkəzə. Düzdür, mənim 3-cü gəlişimdir Romaya. Ramizin ilk gəlişidir. Yəni Ramizi gəzdirəcəyik bugün biz. Gedək görək. Başımıza çıxan ilk kofe shop, belə deyim. Bir cappuccino, bir kruasan 2.50 avroya. Məncə çox yaxşıdır. Əladır. Ramiz Kalizeyi gördü. Ramizi canlı görmək necə bir hissdir? Kalizey də görmüşəm. Şeydə də Türkiyədə də var idi bundan. Gladiatorların dalaşdığı yerdə. Neyse. Şəhər çox gözəldir. Qısası buradan belə mənzərə də çox gözəldir. Günəş işığı vurub, tam qırmır. Zəfər tağı, digər adı ilə Konstantin tağı. Eramızın 315-ci ilində İmperator Konstantinin hakimiyyətə gəlişini və Milvian körpüsü döyüşünə qazandığı qələbəni qeyd etmək üçün tikilib. Rəvayətə görə İmperator Konstantin bu qələbədən əvvəl səmada xaç işarəsi gördüyünə inanırdı. O bunu ilahi bir işarə saydı və qələbədən sonra xristianlığın yayılmasına yol açan ən mühüm hökmdarlardan birinə çevrildi. Bu tağın üzərində gördüyünüz bəzi heykəllər əslində daha qədim abidələrdən gətirilib. Yəni tağın özü sanki Roma tarixinin müxtəlif dövrlərini bir araya toplayan açıq səma muzeyidir. Deməli, Roma imperatoru olmuş Yuli Sezarın məşhur bir sözləri var. Veni, vidi, vici. Gəldim, gördüm, qalib gəldim. Deməli, eramızdan əvvəl 47-ci ildə senata yazmışdı. Bu da Tezbazar zəfərinə görə. Roman forumu adlandırılan bu yer qədim Romanın siyasi, dini, ticarət və ictimai həyatının mərkəzi idi. Təxminən 2500 il əvvəl salınıb və Roma imperiyasının ən mühüm meydanı hesab olunurdu. Qədim Romada bütün yollar Romaya aparır deyimi simvolik olaraq məhz bu forumla əlaqələndirilir. Çünki imperiyanın siyasi qərarlarının böyük hissəsi burada qəbul olunurdu. Gördüyünüz bu abidə İtaliyanın ilk kralı Viktor Emanuel II-nin şərəfinə tikilmişdi. Abidənin mərkəzindəki Viktor Emanuel II-nin atlı heykəli o qədər böyükdür ki, tikinti zamanı onun qarnının içərisinə təxminən 20 nəfər mühəndis nahar edib. Bu hadisə həmin dövrdə qəzetlərdə də yazılmışdı. Deməli, var Fly Tiger, var Tiger. Tiger olsun. Bura şeydir, Tiger'dir, Fly'sız. Flaysız uçmur. Ona görə qiymətləri uçmur, ucuz qiymətləri. Emanuel kralın tacıdır, satırlar burada. Gördüyünüz kimi 5 evro. Bu da koronasıdır. Bu da onun kraliçasının koronası. Neve fəvvarəsini təəssüf ki, ödənişli ediblər və təbii ki, ora qəpiy atmaq üçün uzun növbələr gözləməlisiniz. Nə çatmayan oyuncaqlardan biri, oyuncaq deyim də suvenirlərdən biri. Yəni insan buna niyə bu qədər pul versin axı? Başa düşmürəm. Bu boyda o çerti görəndən sonra Ramizin reaksiyası. Rafaelin qəbridir. Bir dənə buradan Fatihə veririk, çıxıb gedirik. Nəyə lazımdır? Buradan da qəbuldur. Allah rəhmət eylesin. Ya sabah səhər gələrik. Belə növbə olmasa, olur. Səhər tezdən boş olur, çox adam olmur. Biz prosta ən belə pik vaxta gəlmişik.
Mənzərə və xala. Tikəzban tabaqdayıq. İtaliyanın məşhur ot storu. Hər bir turistin ziyarət etməli olduğu mütləq yer. Şokolad yağları, zatlar, qəşəng konfetlər, növbənöv. Şirin yağ. Ümumiyyətlə Romada gəzməyin əsas qaydalarından biri naviqatoru söndürüb dar küçələrdə sadəcə itməkdir. Nə qədər çox itə bilsəz küçələrdə, o qədər yeni yerlər kəşf eləyəcəksiniz. Supilləri yedik. Heç çəkməyi üsbət eləyə bilmədim. Deyilənə görə Romada 900-dən çox kilsə var. Romada bir ömür kifayət etmir deyimi məşhurdur. Şəhərdə o qədər tarixi abidə var ki, onları tam görmək üçün həftələr lazımdır. Romadan keçən çayın adı Tiber çayıdır. Roma təsadüfən burada qurulmayıb. Şəhər Tiber çayının sahilində salınıb və məhz bu çay Romanın 1000 illər boyu böyüməsinə, ticarət mərkəzinə çevrilməsinə imkan yaradıb. Romada 2000-dən çox fəvvarə var və onların çoxundan içməli su axır. Gəldik Piazza Novana'ya. Mavr fəvvarəsi Piazza Navona meydanının cənub hissəsində yerləşir. Fəvvarə ilk dəfə 1575-ci ildə hazırlanıb, lakin mərkəzdəki məşhur fiqur sonradan Bernini tərəfindən əlavə edilib. Meydanın mərkəzində yerləşən 4 çay fəvvarəsindəki 4 heykəl 17-ci əsrdə məlum olan 4 qitəni təmsil edir. Avropa Dunay çayı Papa hakimiyyətinə ən yaxın çay olduğu üçün əlini Papa gerbinə uzadıb. Afrika Nil çayı heykəlin üzü örtülüb. Çünki fəvvarə tikilən dövrdə Nil çayının mənbəyi hələ məlum deyildi. Asiya Qanq çayı əlində uzun avar tutur. Bu qanqın gəmiçilik üçün əlverişli olmasını simvolizə edir. Amerika Rio de la Plata yanında sikkələr var. Bu Amerikanın zəngin sərvətini ifadə edir. Neptun fəvvarəsi meydandakı 3 fəvvarədən biridir. Neptun qədim Roma mifologiyasında dənizlərin və bütün suların tanrısı hesab olunur. Piazza Navona meydanı eramızın 1-ci əsrində İmperator Domitian tərəfindən tikdirilən stadionun üzərində salınıb. Buna görə də bugünə qədər özünə məxsus oval formasını qoruyub saxlayıb. Navona adı latınca yarış meydanında ifadəsindən yaranıb. 17-ci əsrdə yay aylarında meydan qəsdən su ilə doldurulurdu. Romalılar burada sərinləyir, uşaqlar oynayır, at arabaları isə suyun içindən keçirdi. Bu tədbir Piazza Navona gölü kimi tanınırdı. Piazza Navona bugün küçə musiqiçiləri, rəssamları və açıq hava kafeleri ilə Romanın ən canlı meydanlarından biridir. İspan pilləkənləri Romanın ən məşhur görməli yerlərindən biridir. Adını meydanda yerləşən İspaniya səfirliyindən alıb. Maraqlısı odur ki, tikintisinin əsas maliyyəsi Fransa tərəfindən təmin edilmişdi. ...1953-cü ildə çəkilən məşhur Roma tətilləri filmi sayəsində dünya şöhrəti qazanmışdı.
var. Xalqın McDonald's-ı. Mark Avreli sütunu. Üzərində imperator Mark Avrelin müharibələri spiral relyeflərlə təsvir olunub. Bu relyeflər əslində daşdan hazırlanmış nəhəng tarix kitabıdır. Müharibələr aşağıdan yuxarıya doğru səhnə-səhnə danışılır. Üstdəki heykəl isə müqəddəs Paveldir. Trevi fəvvarəsi Romanın ən böyük barokko dövrü fəvvarəsidir. Fəvvarənin suyu qədim Roma dövründən qalan Aqua Virgo akvedukundan gəlir. Bu akveduk təxminən eramızdan əvvəl 19-cu ildə tikilib və bu gün də işləyir. Trevi fəvvarəsinin yerləşdiyi meydanda 3 küçə birləşir. Trevi adının da latınca trivium, 3 yolun qovşağı sözündən gəldiyi hesab olunur. Romada ikinci günümüz başlayır. Gedirik Vatikana. Ramiz, bir gündür Romadayıq. Romanın demək olar hər yerini gəzmişik. 38 min addım atmışıq dünən. Təsiratların necədir? Yaxşıdır, hələ ki yaxşı gedir. Bu gün 40 min addım atmağa hazırlaşıram. Romanı biz özümüzə söz vermişik. İtaliyanı piyada gəzəcəyik. Addım gəzdik. Bəli. Bir məsəl var, deyir ki, sən xaricdə əgər ictimai nəqliyyatdan baş çıxara bilirsənsə, hər yerdən baş çıxara bilərsən. İtaliyada çox rahatdır. Deyir, sən bunu bir də Viyanada yaşa. Viyanada yəni bir stansiyada düşürük, bir harasa bir 5 dəfə fırlanırıq, yenə gəlib həmin stansiyaya çıxırıq. Yəni digər çıxış tapa bilmirik, çox qarışıqdır. Amma Romada hardasa rahatdır. Yəni bizim metro stansiyaları oxşuyur. Bu dövrə gəlib çatmışıq ki, Hamadada ad yazdırmaq üçün növbədə gözləyirik. Buranızın hal-hazırda. Çörək növbəsi gözləyirdi. Bizim vəziyyətimizə baxdı. Ramiz həyatı sorğuluyor. Nə? Kiko ID verdiyim puldan sonra Mənasız bir şeydir də. 4 euro pul verirsən 4 euro. 2 adada 4 hərf, üstəgəl 6 hərf, 10 hərfə görə 4 euro pul verirsən. Yəni bu çox mənasız bir belə nə bilim bir şeydir. Bundan Azərbaycanda qurmaq lazımdır. Belə şeylərdən pul qazanmaq lazımdır. Biz yeni ölkəyə gəldik. Çox şadam. Gəl keçək. Vatikan City. Bizi ölkələr ayırır. O zarafat eləməliydim. Neyse. Vatikan dünyanın ən kiçik dövlətidir. Sahəsi cəmi 0,49 kvadrat kilometrdir. Əhalisi isə təxminən 800 nəfərdir. Vatikanın öz poçtu, bankı, dəmir yol stansiyası, radio stansiyası və hətta öz möhürləri var. İnsanlar hamısı növbə gözləyir. Mən niyə gözləmirəm? Çünki biz buraları gəzmişik. Bəli. Həm də Parisdə bu il mən limitimi doldurdum, muzey limitini. Ona görə də zirvədə buraxaq, bu istidə gəzməyək muzeyləri, növbədə durmayaq. Ən gözəli belə şəhərin dadını çıxarmaqdır. Düzdür? Tamamilə doğrudur. Papanın təhlükəsizliyini 1506-cı ildən bəri İsveçrə qvardiyası qoruyur. Qvardiya üzvləri yalnız İsveçrə vətəndaşları olan katolik kişilər arasında seçilir. Vatikanın vətəndaşlığı adətən ömürlük deyil. İnsanlar burada gördükləri vəzifə ilə əlaqədar vətəndaşlıq alır və vəzifə başa çatdıqdan sonra onu itirirlər. Şəkillərimi yarıda bilmir, gedir cəmaatın şəkillərini çəkir. Xahiş eləyiblər də, nə qayırım? Bəxtimizdən də hara gedirik, orada tədbir var. Axşam fişəng atdılar, bugün burada nəsə konsert olmalıdır. Konsert dediyim, yəni nəsə yəqin ki, çıxış olmalıdır. Bəli, çox qəşəng bəxt açırıq. Olarım. Leonardo da Vinci yalnız rəssam deyildi. O, əsrlər əvvəl paraşüt, tank və uçan aparat kimi ixtiraların eskizlərini hazırlamışdı. Bu muzeydə isə həmin ideyaları real modellər şəklində görmək mümkündür. Təbii ki, bunlar orijinal deyillər, sadəcə onların bənzətmələrini praktik şəkildə görmək mümkündür.
Lalə ilə Viyanaya getmişik Şönbrunn sarayına. Lalə Şönbrunn sarayını hökumət evi ilə müqayisə elədi. İndi Ramizlə gəlmişik Romaya, müqəddəs Mələk qəsrinə. Gəncə ilə müqayisə eləyir. Allah bax eyni çaydır. Düzdür oranı çay quruyub amma eyni belə çay qırağıdır. Eyni bax belə kərpicdən qırmızı evlərdir, tikiblər Gəncədə. Gözəl tariximiz var, gözəl ölkəmiz var, şəhərlərimiz var. Bəli. Oranı qoymuşuq, gəlmişik, hə? İtaliya, Vatikan. Niyə gəlmişik? İndi bax Gəncədə o Xəmsə Hüseyn yanında da bax belə bir şey yer var. Gözəl. Müqəddəs Mələk qəsri əslində qəsr kimi tikilməyib, İmperator Hadrianın mavzoleyi kimi inşa edilmişdi. Qəsr ilə Vatikan arasında təxminən 800 metrlik gizli keçid var. Təhlükə zamanı papalar bu tunellə qəsrə sığınırdılar. Müqəddəs Mələk körpüsünün üzərində 10 mələk heykəli 17-ci əsrdə Bernini və onun şagirdləri tərəfindən hazırlanıb. Hər mələk İsa'nın çarmıxa çəkilməsi ilə bağlı bir simvol daşıyır. Xaç, tikan tacı, mismarlar, süngər və s. Gəlmişik yenə çörək növbəsi kimi növbə gözləyirik. Ölmək var, dönmək yoxdur. Bugün Bəli, növbəti çörək növbəmizdir. Bu dəfə də hansısa bir məbədə girəcəyik. dünən o ruhuna Fatihə dedin, həmin məbədə giririk. Rafaelo. Bildim bayağı. Dünən burada bir ayin keçirilib. Ayindən sonra burada qızıl gül ləçəkləri tökülmüşdü yerə. Biz çata bilmədik onu təbii ki. Bəli, amma bugün gəldik. Deməli 2 evro verirsən, toxunursan sənin üçün danışır. Dillərdə seçirsən. 50 qəpik ver, toxunma nə qədər istəsən danış. Bütün dillərdə yox, rus, ingilis, Azərbaycan dillərində. Panteonun ən inanılmaz tərəfi günbəzidir. Təxminən 2000 ildir ayaqdadır və hər də dünyanın ən böyük dəmir dayaqlar istifadə edilmədən tikilmiş beton günbəzidir. Ortadakı 9 metrlik dəlikdən yağış birbaşa içəri yağır. Su isə döşəmədəki gizli drenaj sistemi ilə axıdılır və ən maraqlısı odur ki, 21 apreldə günəş şüası Panteonun girişini xüsusi şəkildə işıqlandırır. Sizcə bu təsadüfdür? Romalılar üçün çətin. İtaliyanın birləşməsində rolu olan insan. Kral Vittorio Emanuel. Üstə yazılıb vətənin atası. Mən sən böyrümü fırlanıb, bu hər yer düşsün. Belə yuxarılar, zatlar hər yerdə. Deməli 1600-cü ildə Andrey Pozzo adında rəssamı çağırırlar ki, gəlsin buranın şəklini çəksin. Optik şəkil çəkir də, o da illüziya. Yəni belə baxırsan, elə bilirsən ki, burada günbəz filan var, amma əslində günbəz yoxdur. O vaxt kilsənin pulu olmayıb günbəz tikməyə. Çağırıb elə rəssama elə çəkdirib ki, o da maşallah sağ olsun elə çəkib ki, günbəz kimi olub. Başım ki, kilsənin üstü belədir. 3 dənə balaca günbəzlər var bu bir tərəfdə. Burada da mesela radyo antenə oxşayan bir şey var. Bir də kilsənin içində maraqlı bir maket var. Teleskopu görəndə mən də təəccübləndim. Sən demə bu kilsənin damında vaxtilə astronomik rəsədxana olub və burada səmanı müşahidə ediblər. Yəni bura təkcə kilsə yox, bir dövr elm mərkəzinin də bir hissəsi olub.
Bu qorxulu üzün adı həqiqətin ağzıdır. Əfsanəyə görə əlini ağzına salıb yalan danışsan, əlini dişləyib qoparacaq. Əslində isə bu nəhəng mərmər üzün qədim Romada kanalizasiya qapağı olduğu ehtimal edilir. Yəni bu gün qarşıda növbəyə durulan bu şey bəlkə də 2000 əvvəl kanalizasiya qapağı idi. Dilənçiyə 5 Gəl, qəpik gəl, verməyə ürəkləri gedir, amma burada nə qədər qəpik atırlar. 20 qəpiyim var idi keçən dəfə. Ataq onu. Bura Kampidoliya meydanıdır. Bu heykəlin bugünə qədər qalmasının çox maraqlı səbəbi var. Orta əsrlərdə Romalılar onu Mark Avrelio, xristian imperator Konstantin olduğunu düşünüblər. Məhz bu səhv heykəli əridilməkdən xilas edib. Bugün meydanda gördüyümüz isə surətidir. 2000 ilə yaxın yaşı olan orijinal heykəl Kapitoliya muzeyində qorunur. Bəli, yenə Lego. Valideyn olduğunu demədən göstər. Baxın görün məndə nə var. İki günlük Roma videosunu burada yekunlaşdırırıq. Sabah yeni şəhərə yollanacağıq. Yeni şəhərdən yeni videolarla inşallah davam eləmək ümidi ilə. Hələlik. Ciao.